أعوذ بالله من الشيطان اللعين الرجيم بسم الله الرحمن الرحيم رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي اللهم اجعلني فيه من المستغفرين واجعلني فيه من عبادك الصالحين القانتين واجعلني فيه من عبادك المقربين برأفتك يا أرحم الراحمين آمين ya Rabbel Alamin. Allahın salamı olsun siz əziz, dəyərli, möhtərəm məscidimizin əhlinə, sübhün bu çağında Allah evinə qədəm götürüb gələn hər kəsə və eyni zamanda istər ölkə daxilində, istər ölkə hüdudlarından kənarda bizi canlı vasitəsilə izləyən hər kəsə Allahın salamı olsun və Allahdan diləyək etdiyimiz duaları, qıldığımız namazları uca Rəbbimizə əl açaraq etdiyimiz bütün duaları bizdən qəbul eləsin inşallah. Möhtərəm cəmaatımız, əziz müsəlmanlar, möminlər, Rəbbimizə bir daha həmd, sənalar olsun ki, onun lütfi ilə, onun kərəmi ilə, onun mərhəməti ilə artıq bu mübarək Ramazan ayının 5-ci sübhündəyik. 5-ci günə bizi qovuşdurmuş. Bunun üçün Rəbbimizə biz nə qədər təşəkkürlər də etsək, çox sağ ollar da desək, həmdlər, sənalar da etsək, inanın yenə də azdır. Çünki dünən mübarək Ramazan ayında bugün sübhə qalxaram, belə edərəm deyənlər olub, amma ömür vəfa qılmayıb, bugünün sübhünə çıxmayıb amma bunu bizə nəsib edən Rəbbimizə sonsuz həmdlər, sənalar olsun. Adəti üzrə hər gün sübh günün duası ilə günümüzə başlayırıq və bugünün duasında da İslam baxımından ən önəmli bir dua ilə başlayırıq. Allahümmə cealni fihi minəl müstəğfirin. Duanın qısaca tərcüməsinə diqqət edək. İlahi, məni bugün tövbə edib istiğfar edən bəndələrindən qərar ver. Və cealni fihi min ibadikəs salihinəl qanitin. İlahi, məni təvazukar və salih bəndələrin sırasına daxil etginən. Və cealni fihi min əvliyaikəl müqarrabin birəfətikə ya ərhəmər rahimin. İlahi, bugün məni sənə yaxın olan salih bəndələrindən olmağı mənə nəsib etginən. Ey, rəhm edənlərin ən mərhəmətlisi, ən mehribanı olan Allahım. Amin. Ya Rəbbəl Alamin. Bugün İslamda qeyd etdik ən mühüm məsələlərdən biri olan tövbə duası ilə, istiğfarı ilə günümüzə başlayırıq. Artıq 5-ci gün oruc olan şəxs başa düşür ki, bu keçmişdə etdiyi günahları bağışlatmaqla özünü daha da saflaşdırmalıdır, daha da paklaşdırmalıdır. İlahi, məni bugün tövbə və istiğfar edənlərdən qərar ver deməsi artıq oruc tutan şəxsin özünü tamamilə bağışlatmağı, Allahla öz arasında ona nail olması uğrunda addım atması deməkdir. Tövbə əslində insanın üzünə həyat boyu açıq olan mənəviyyat qapısıdır. Bunun yaş həddi yoxdur. Aramızda tövbəkar olan əzizlər var. Hərə müxtəlif bir yaşda Allaha dönüş və qayıdış edir. Əslində tövbə qapısı hər kəsin üzünə açıqdır. Qeyd etdiyi orada nə yaş faktoru var, nə
qadın, kişi, cavan, qoca, bir sözlə tövbə daxili aləmi təmizləmək, qəlbi günahın zülmətindən nura çıxartmaq deməkdir. Və eyni zamanda artıq insan başa düşür ki, zülmətdən çıxıb nura doğru hərəkət etmək lazımdır. O günahlardan nə qədər üzrxahlıq etməyibsə, nə qədər köklü özünü bağışlatmayıbsa, insan ruhən ağır olur. İnsan ruhən narahat olur. Ruh huzura qərq olmur. O səbəbdən bu açıq qapının insan düşünür ki, o tayında, bunun o tərəfində. Rəhimlilərin ən rəhimlisi, mərhəmətlilərin ən mərhəmətlisi olan bir varlıq gözləyir. Elə bir varlıq ki, o günahkarların ona dönüşünü, ona qayıdışını intizarla gözləyir. Hətta hədislərdə, rəvayətlərdə keçir ki, Allah Teala buyurur ki, əgər mənim günahkar bəndəm, günahkar qulum bilsəydi ki, mən onu bağışlamaq üçün necə gözləyirəm, o sevincdən dünyasını dəyişərdi. Odur ki, bizim mərhəmətli Allahımız var və biz günümüzə məhz belə bir dua ilə başlayırıq ki, və istiğfar edənlərdən qərar verir. Burada biz bir şeyə diqqət etməliyik ki, Allahın ən əziz bəndəsi olan rəhmətən lil aləmin, bütün dünyaya rəhmət olaraq göndərdiyi Peyğəmbər sallallahu buyurur ki, Allah yanında tövbəkar mömin qadın və kişidən sevimli bir kəs yoxdur. Yəni Allah yanında tövbəkar qadın, tövbəkar kişi ən sevimli bir bəndəsidir. Ona görə biz çalışmalıyıq ki, tövbəmizdə sadiq olaq və hətta İmam Əli əleyhissalamın tövbə behişt əhlinin amıdır deməsi haqda bir ifadəsi keçir və orada İmam Əli əleyhissalam bu tövbə məqamının 6 mərhələdən ibarət olması və 6 belə deyək də ifadə ilə toxunur. Buyurur ki, tövbə etmək keçmişdə edilən əməllərə, günahlara görə peşman olmaq deməkdir. Yəni, elə sıradan peşman olmadan tövbə etmək tövbə sayılmır. Sən keçmişdə etdiyin əməlləri yadıva salıb peşman olmalısan. Allahım, nədən sən görə-görə, baxa-baxa, özüm elə bilə-bilə, hamısını bilməyərəkdən etmişik demək olmaz axı. Biz şuurlu varlığıq, bizim ağlımız var. Allah bu əql neymətini bizə verib, yaxşı ilə pisi ayırt eləyək. Amma aman bu nəfsin əlindən, aman bu nəfsin əlindən, yenə aman bu nəfsin əlindən. Nəfsimizin qulu olmuşuq, nəfsimizin qurbanı olmuşuq. Nəfs o qədər böyüyüb, nəfsə o qədər imkanlar vermişik ki, o bizim Allahımıza çevrilib. Əfarəytə mən ittəxaza iləhəhu həva? Ya Peyğəmbər, gördünmü və yaxud sual kimi desək, görmədinmi o şəxsi ki, o kəsi ki, onun həva-i nəfsi onun Allahına çevrilib? Yəni, nəfs bir yerə gəlir, çatır, insana nə deyir, onu eləyir. İnsana nə göstəriş verir, insan onu edir. Ona görə İmam Əli əleyhissalam buyurur ki, tövbənin 6 mərhələsi var, 6 mərhələdən ibarətdir. Birincisi, keçmişdə edilənlərə görə peşman olmaq. Hər zaman yadıma düşəndə Allahım, bağışla məni, bilməmişəm, narahatçılığı ifadə etkinən. 2, gələcəkdə günah etməməyi qərarı almaq. Tövbə edəndə, yəni keçmişdəkin yadıma salıb, narahat olursan o öz yerində. Bir də bu günahları etməyəcəm deyə Allaha söz vermək lazımdır. 3-cü, cəmaatın haqlarını özünə qaytarmaq. Haqqunnas.
birinin məsələn zamanında pulunu almısan, demisən qaytararam bugün sabah, bugün sabah, ta artıq adam həya eləyir, amma sən həya eləməmisən. Və yaxud da ki, mümkündür ki, həmin şəxsin, belə deyək də, üstündən keçib yadından çıxa bilər, amma sən bilirsən ki, onu allatmısan, ondan almısan, pul qaytarmamısan. Və yaxud sözlə haqqına girmisən, bir sözlə həqqünnasdan çıxmaq üçün, qurtulmaq üçün cəmaatın haqqını özünə qaytarmaq, tövbənin mərhələləridir. 4-cü mərhələdə həyata keçirmədiyin vacib olan əməllər, vaxtında namazları qılmamısan, orucları tutmamısan, zəkat, xumus məsələlərinə diqqət eləməmisən. Amma indi bu günləri tövbə edib qayıdırsansa, o vacibatına da diqqət etməlisən. Qəzaları da, namazları, orucları bərpa etməlisən və keçmişdə qəza etmədikləri qəza etməlisən. 5-ci mərhələdə günah ilə o artırdığın o çəkilər, fizioloji cəhətdən məsələn haram qidalarla o bədənində onu formalaşdırmısansa, hətta fizioloji baxımdan bu əlavə çəkiləri belə, yəni Allaha ibadət etməklə, oruc tutmaqla onları da atmalısan. Və 6-cı ibadət və itaətin çətinliyini cisminə daddırmalısan. Bir sözlə, yəni insan tövbə etdikdə bunlara diqqət etməlidir. Yəni qısaca nəticə etibarilə keçmişdə etdiklərindən peşman olmalı, gələcəkdə bir də o səhvləri, xətaları icra etməməlidir. Günümüzün 2-ci hissəsində belə bir dua edirik ki, وَجَعَلْنِي فِيهِ مِنْ عِبَادِكَ الصَّالِحِينَ الْقَانِتِينَ İlahi, bugün məni öz salih bəndələrin, təvazökar bəndələrin sırasında qərar verginən. Baxın, necə də gözəl, necə də möhtəşəm bir duadır. Deməli, həm təvazökar olmaq, həm də salih bəndələri sırasına qatılmaq. Çünki bəzi insanlar ibadətdə, itaətdə də olsa, amma təkəbbürlükdən hələ də kənar düşə bilməyiblər. Görürsən, danışığında, rəftarında belə danışır. Yeriyəndə, məsələn, Allah Teala Quran-ı Kərimdə buyurur ki, yer üzərində yeriyəndə وَلَا تَمْشِ فِي الْأَرْضِ مَرَحًا İsra surəsinin 37-ci ayətidir. Buyurur ki, yer üzərində təkəbbürlə yeriməginən وَلَا تَمْشِ فِي الْأَرْضِ مَرَحًا Yer üzərində təkəbbürcəsinə yeriyəndə elə bilirsən ki, indi yer ayağının altından qaçacaq. Hərdən o bir dəfə xütbələrin birində dedi, o tələbəli illərində şahid olmuşduq. Bəzən o cavanlarda adətən olur. İndi yaşı artıb özü böyüməyən yaşlıların bəzilərində də müşahidə etmək olur. Böyüklərimizdən üzr istəyirəm. Bu yeriyəndə bu əlin qolun belə tərpədir, elə bir təyyarə indi havaya qalxacaq, uçuşa hazırlaşacaq. Hələ də adam görürsən ki, o üzvündən, təkəbbüründən, xudpəsəndliyindən hələ də qalmayıb. Məsələn, danışanda danışığına baxırsan, yaşına baxırsan, başına baxırsan. Yəni, adam bilmir ki, nə desin. Ona görə ikinci günümüzün, yəni günümüzün ikinci duasında, 5-ci günümüzün duanın ikinci hissəsində deyir, Allahım, bugün məni təvazökar və salih bəndələrindən qərar ver. Çünki bu təvazökarlıq çox mühümdür. Yəni, insan düşünsə ki, güc, qüvvət, qüdrət sahibi Allahdır, insan hansı gününə qürrələnə bilər? Əzəmət və cəlal sahibi odursa, insan necə mənəm deyə bilər? Amma hərəni bir şey azdırır. Birini gücü azdırır, birini pulu azdırır, birini vəzifəsi, taxt, post, məqam azdırır. Hərəni bir şey. Ona görə insan heç vaxtda Allahın əzəmət qüdrətini unutmamalıdır. Mən çox səhərlər adətən danışmaq istəmirəm ki, həmi
mürgüləyənlər bir 15 dəqiqə özünü saxlaya bilir, amma ondan sonra ki, sağ-sol görürsən elə, hərdən elə göz-gözə baxırıq, amma səsimi çıxartmıram, amma aramızda mürgüləyənlər olur. Peyğəmbər alı, Peyğəmbərə səlavat edir. Bu illərin təcrübəsidir. O adətən o mürgüləyən deyən kimi adam bir özünü düzəldir. İndi mən hamınızı görürəm də. Yəni siz yanınızdakın yox, mənə baxırsınız. Amma mən hamınızı görürəm deyə. O istəyir o izitirsin deyə hamıdan o bərk salavat çəkmək istəyir. Yəni deyək ki o ayağım, amma elə onunla bildirir ki indi gələm istəyir. Yatmamazlığını bildirir. Amma oradan biz bilirik ki bu gedirmiş. O biri aləmdən biraz qayıdır bu biri aləmə. Ruh gəzir də, ruhun sərhədləri yoxdur. Yəni, gözün baxır, amma fikrin axır. Özün burada olursan, amma ruhun ardadır, bir özün bilirsən, bir Allah bilir. Ona görə, elə mən çox deməyim elə bu duanın bu hissəsində kifayətlənək. İnşallah ki, çox da sizi yormayaq. Allahümmə cealni fihi minəl müstəğfirin. Allahım, bugün məni tövbə və istiğfar əhlindən qərar verginən. Və cealni fihi min ibadikə salihinəl qanitin. İlahi, bugün məni təvazökar və salih bəndələrin sırasında yerləşdirginən. Və cealni fihi min əvliyaikəl müqərrəbin. İlahi, bugün məni öz məhəbbət və mərhəmətinlə sənə yaxın olan qullarından qərar verginən. Birəfətikə ya ərhəmər rahimin. Ey rəhimlilərin ən mehribanı, ey mərhəmətlilərin ən rəhimlisi olan Allahım. Amin. Ya Rəbbəl aləmin. Allahım, duada qeyd olunduğu kimi bizi tövbə və istiğfar əhlindən qərar verginən. Allahım, günümüzü səni zikr etməklə keçirməyi bizlərə nəsib etginən. Allahım, dilimizdən La ilahə illallah, Muhammedun Resulullah, Aliyyun Veliyyullah kəlmələrini almaginən. Allahım, bizləri Qur'an və Əhl-i Beytin nuru ilə nurlandırginən. Bizi dünya və ıqbada Qur'an və Əhl-i Beyt əleyhimussalamlardan ayrı salmaginən. Allahım, bu mübarək Ramazan ayında nazil etdiyin bütün xeyirdən bizə pay ayırginən. Allahım, bu ay boyunca sənə həqiqi ibadət etməyi, oruc ibadətini layiqincə yerinə yetirmək üçün bizə güc, qüvvət əta etginən. Allahım, bizi daimi şükür edən bəndələrindən qərar verginən. Allahım, bizləri halal ruzilərinlə ruziləndirginən. Cümləmizə halal, minnətsiz ruzilər nəsib etginən. Allah, bizləri dost, düşmən, cəmiyyət xüsusilə ailə, övlad yanında xəcalətli etməginən. Allahım, qəlbimizdən kini, küdurəti, şeytənəti, vəsvəsəni kənar etginən. Allah, sən rəhmansan, rəhimsən, bizləri bu ayın bağışlanan qullarından, bəndələrindən qərar verginən. Allahım, cümlə şəhidlərimizə rəhmət etginən, ata-analarına səbrə əyyubi kəramət etginən. Allahım, qazilərimizə acil şifa inayət etginən. Vətənimizin keşiyində, qulluğunda duran cavan balalarımızı Allah ağla gələr gəlməz xəta balalardan amanda saxlaginən. Allahım, zəmanə imamımızın zuhurunda təcil etginən. Allahım, sayımızı günü-gündən artıq etginən. Etdiyimiz duaların qəbuluna Muhammed və Ali Muhammedə səlavat edir. Bismillahirrahmanirrahim. Allahümme veliykel Hazreti İbnil Hasan salavatüke aleyhi ve ala ağayı Ey aziz sa'a ve
وفي كل صار وليا وحافظا وقائدا وناصرا ودليلا وعينا حتى تسكنه أرضك طوعا وتمتعه فيها طويلا برحمتك يا أرحم الراحمين. السلام عليك يا رسول الله، السلام عليك يا نبي الله، السلام عليك يا أمين وحي الله، السلام عليك يا محمد بن عبد الله. السلام عليك يا أمير المؤمنين يا علي بن أبي طالب. السلام عليك يا فاطمة الزهراء سيدة نساء العالمين. السلام عليكم يا سيدي شباب أهل الجنة الحسن والحسين. السلام على الحسين وعلى علي بن الحسين وعلى أولاد الحسين وعلى أصحاب الحسين الذين بذلوا محجهم دون الحسين عليه السلام. فيا ليتنا كنا معكم فنفوز فوزا عظيما ورحمة الله وبركاته. السلام عليك يا مولانا يا صاحب العصر والزمان. السلام عليك يا شريك القرآن، السلام عليك يا قاطع البرهان، السلام عليك يا نور الله، السلام عليك يا عين الله، السلام عليك يا إمام الإنس والجن. عجل الله تعالى فرجك وسهل الله تعالى مخرجك وهلك الله تعالى أعداءك بالنبي المطلع وآله وبالفاتحة مع الصلوات.